Sen ağrıdan kıvrılırsan, ne otura bilirsen, ne dura bilirsen, ne ceze bilirsen. Çünkü gıgırdağın yeyilir. Bak sayıram. Dizdi, beldi, topuqdu, biləydi, bir sözlə də oynaqlardı. Bunların ağrımasının səbəbi osteoartrozdur. Yani gıgırdaq yeyilməsi. Belli bir yaştan sonra hamıda baş verir. Bunun müalicəsini etmək lazımdır. Etməyəndə gərək ya bir ömür dözülməz ağrı ilə yaşayasan, ya da əməliyyat edəsən. Müalicəsi nədir? Profilaktik tədbir nədir? Ekrandakı ürəyə qızar izah edeyim. Deməli, yaxınlaşırsan aptekə Opsido S krem alırsan və Opsido S tabletka alırsan. Bu ikilini istifadə etdiyiniz zaman gıgırdaqda olan yeyilməni dayandırır, ağrını kəsir, gıgırdağın özün bərpasını işə salır. Yəni bir müddət istifadə edirsən, gıgırdaq özün bərpa eləyir. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Vəziyyət ağırlaşmamış, profilaktika tədbiri kimi də, önləmə kimi də alıb istifadə edə bilərsiniz. İstifadə edib xeyrin görənlər yorum bölümünə mütləq öz fikirlərini yazsınlar. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsine toxunun ki, sağlamlığınızın qeydinə qalan əczasınız bal oğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.